Bugün də axtarışa çıxacaq. Özdə deyimsə ki, dünyanın, ölkənin bir çox prestijli universitetlərinə, amma hansı şirkətin vasitəçiliyi ilə onu artıq birazdan biləcəksiniz. SLT Akademi qonağımızdır bu günləri əziz dinləyicilərimiz, abituriyentlər, tələbələr, valideynlər, təhsildə özünü görən şəxslər. Çünki həqiqətən də təhsilin içində olanda çoxlu yeniliklərlə tanış olmalı olursan, araşdırma edirsən, bizə də maraqlı olacaq. Xaricdə təhsilə daha çox nəyə görə üstünlük bu qədər verilir son illərdə? Təbii ki, bunun özəl səbəbləri var. Biz bugün həmin o xaricdə təhsilə üstünlük verən və eyni zamanda vermək istəyən və bu ərəfədə olan iki qonaq belə deyək də qismində çıxış edəcək insanlarla, bu şəxslərlə tanış edəcəm sizi. Amma ən əsas da SLT Akademinin rəhbəri, hal-hazırda daha doğrusu məsul şəxsi, demək olar ki, bu tələbələrin inanın ki, hər birinin yanında olan, nə bilim, onların qayğısını çəkən, bəlkə valideynin heç özünün də belə deyək də heç o problemlərdən xəbəri olmur, amma hər zaman bu xanım o tələbələrin yanındadır, Azərbaycanlı tələbələrin. Qeyd etdiyim kimi, xaricdə təhsil üzrə ekspert Roza xanım studiyamızdadır, Fərzəliyeva. Görürsünüz, Roza xanım Fərzəliyeva deyəndə ümumi vurğulayıram, çünki hər ikimiz eyni soyadı daşıyırıq. Xoş gəlmisiniz. Salam Samirə xanım, salam əziz bizi dinləyən bütün abituriyentlər və valideynlər və dinləyicilər. Çox təşəkkür edirəm Samirə xanım. Fərzəliyeva familiyası həqiqətən çox böyük bir məsuliyyətə cəlb edən familiyadır. Ümumiyyətlə biz çətinliklərə necə deyirlər, məsuliyyətlərə öyrəşənlərik və onları üzü ağ çıxırıq hər zaman. Bəli. Yeri gəlmişkən üzümüzü ağ eləyən, sizin də üzünüzü ağ eləyən bugün iki şəxs var studiyamızda. Biri hazırlaşandı, bu yavaş-yavaş. Bəli, bu yola qatılan, yenicə qatılan. Ona görə istəyirəm ki, dinləyicilərimizlə də bir tanış edim onları. Deməli, bugün valideyn qismində həm də çıxış eləyir bugün studiyamızda Könül xanım Əliyeva. Xoş gəlmisiniz Könül xanım. Çox sağ olun, xoş gününüz olsun. Salamlayırıq sizi və birazdan təbii ki, sizlə bir valideyn olaraq danışacaq və dediyimiz kimi bir də abituriyent, artıq imtahanları, həyəcanları geridə qoyan və demək olar ki, planlarında Rusiyanı düşünən abituriyentimiz də var ki, Aytaç xanım Pir Əlizadə. Bugün təhsildə, bugün də xoş gəlmisiniz Aytaç xanım. Xoş gördük, çox sağ olun. Necəsiz? Çox sağ olun, yaxşı olasınız. Mən birazdan sizinlə danışacağım, daha ətraflı, görək ümumiyyətlə xaricdə nəyə görə təhsilə üstünlük verdiniz siz Könül xanım və bir də siz Aytaç xanım. Amma hələ ki, öyrənmək istəyirəm, SLT Akademiyada işlər necədir Roza xanım? İşlər çox qızğındır, Samirə xanım. Elə bir dövrdəyik ki, indi hansı tələbələr xaricdə təhsil almaq istəyirlərsə, hamısı yaxınlaşırlar bizim şirkətimizə, sənədləşməni bir yerdə aparırıq və bir neçə tələbələrimiz artıq uğurlu qəbullarını da alıblar. Sadəcə attestatla yaxınlaşıblar və qəbullarını alıblar. Ona görə ancaq hələ bu proses davam eləyir. İyul ayında da bu proses davam eləyəcək, avqust ayında da davam eləyəcək. Ona görə əziz abituriyentlər, hələ işləriniz onda qabaqdadır. Hələ işlərimiz qabaqdadır. Hələ yeni başlamışıq. İşlərimiz qabaqdadır. Demək, SLT Akademi kimlərəsə bəlkə belə deyək də tanış gəlməyə bilər, amma mən bir balaca anons verim ki, SLT Akademi artıq illərdir ki, xaricdə təhsil imkanlarını abituriyentlər üçün yaradır. Tələbələr bir çox universitetlərə qəbul olub və təhsillərini davam etdirirlər. Bu sırada Rusiyanı xüsusi vurğulamaq istəyirəm. Ukraynanı, Türkiyəni, Amerika Birləşmiş Ştatları, Avropada olan ölkələri həm bakalavr, həm magistr, həm də doktor pillələrinə siz yiyələnə bilərsiniz. Təhsil haqqı ixtisasından və təhsil formasından asılı olaraq dəyişir. Mən birazdan Roza xanımdan istəyəcəm təbii ki, bir balaca olmasa detallarla bağlı bizi tanış etsin və bütün ixtisaslar demək olar ki, var. İndi bu dəqiqə əlaqə saxlamaq istəsəz SLT Akademi ilə mən deyəcəm nömrələr 051 789 64 34 nömrəsini yığmalısınız və bir nömrə də var 050 479 85 58. Hətta Instagram səhifədən belə yazmaq mümkündür sosial mediadan. Necə gedir səhifəniz deyə bilərsiniz. SLT Akademiya. Belə də Instagramda bəli, elə də gedirik. Aha, aydındır. Roza xanım, siz SLT Akademiyada təhsil koordinatorısınız və təhsil üçün müraciət edən tələbələr demək olar ki, elə birinci sizlə görüşürlər. Bəli. Amma ilk olaraq nəyə diqqət etməlidirlər tələbələr? Bu sualdan birinci olaraq başlayaq. İlk öncə hansı ixtisası seçəcəklər müəyyənləşməlidirlər. Və Samirə xanım, bizə yaxınlaşanda çox vaxtı valideynlər gətirib tələbəni abituriyentlə bir yerdə gəlirlər və abituriyent
kənarda qalır, valideyn öz istəyini deyir. Biz kömək eləyirik o tələbəyə düzgün seçim etməyə. Digər şirkətlərdən fərqli olaraq biz psixoloji test keçirdib həmin tələbənin hansı ixtisasda daha böyük uğur verə biləcəyi, daha böyük uğur qazana biləcəyini nəzərə alaraq biz o tələbəyə kömək eləyirik. Sözsüz ki, elə abituriyent var ki, artıq özü qəti fikir verib ki, qəti qərar verib ki, mən bu ixtisasda təhsil alacağam. Bir çox tələbələrimizin əksəriyyəti qəti qərar verənlərdir. Əla. O zaman işiniz onda rahat, net Çox keçir, rahat belə olur, bəli. konkret olur da. Yəni çünki hazır gəlirlər ki, mən bu ixtisası və bu universiteti məsələn bu ölkədə seçmişəm artıq. İndi qalır başqa detallarla, bu maliyyə məsələlərindən sizdən görüşmək. Yeri gəlmişkən təhsil haqqları və tələb olunan sənədlər barədə də məlumat versəz indi yaxşı olar. Mütləq şəkildə xarici pasport, mütləq şəkildə attestat, mütləq şəkildə sağlamlıq kağızı forma 86 abituriyentlər üçün. Bu sənədlər olandan sonra dövlət büdcəsində təhsil almaq istəyənlərə də uşağın doğum şəhadətnaməsi və valideynin doğum şəhadətnaməsi Şimali Qafqaz Federal Universitetində, Stavropol Dövlət Aqrar Universitetində, Rusiya Dövlət Texnologiya Universitetində o qədər dövlət büdcəsi hesabına imkanlar var təhsil almaq. Gəlsinlər bizim şirkətə, gözəl tam təmənnasız konsultasiyanı verək və qəbul olub təhsillərini davam etdirsinlər. Demək ki, ödənişsiz təhsildə daha çox. Ödənişsiz təhsil də var bizdə, bəli. Bunun üçün hansı məsələn avantajları olmalıdır tələbənin? Sözsüz ki, əgər Rusiyadan söhbət gedirsə, rus dilini bilməlidir. Bir dənə bu. Dövlət büdcəsində təhsil almaq istəyirsə, bəli, rus dilini bilməlidir. Aydındır. Ona görə rus dilində danışan abituriyentlərimizi bizim şirkətə dəvət edirik, dövlət hesabına təhsil almaq istəyirlərsə, Rusiya dövlət büdcəsi hesabına. Təhsil haqqı neçə manatdan başlayır? Əgər öz büdcəsinə təhsil alacaqsa, qiyabilərdə 1200 manatdan başlayır və çox yüksək deyil qiyabi təhsil. Bu illikdir, unutmayaq. Bəli, bu bir illiyi nəzərdə tuturuq. Əgər əyani istəyirsə, əyani təhsil 2500 manatdan başlayır. Bəli. Və hissə-hissə ödəmə imkanı var. Həmin an ödəmirlər onu. Belə deyək də, indi bu dəqiqə tibb universitetinə qəbul olmaq istəyənlər belə də ön pillələrdədir, demək olar ən var, çox. Elə də çox Tibb istəyənlər. fakültəsinə, yəni Müalicə işi Səmirə xanım. seçsələr, o zaman dediyiniz məbləğlənmi? Xeyr, müalicə işində, stomatologiyada, farmasiyada illik təhsil haqqı 3500 manatdan başlayır. Biraz elə bir tibblə biraz fərqlənir. yüksəkdir, bəli. Hüquq fakültəsi də digər ixtisaslardan biraz yüksəkdir. Ən yəni büdcələrinə uyğun ixtisaslar dövlət orqanlarında idarə etmə ola bilər. Kompüter mühəndisliyi biraz yüksək ola bilər, aşağıdır. Bəli, bəli. Hüquq fakültəsi o ixtisaslardan daha yüksəkdir. Tibb fakültələri o ixtisaslardan daha yüksəkdir. Aydındır. İcazənizlə yavaş-yavaş keçməyə almaq istəyirəm. Artıq bu yolu keçən və 2 ildir ki, bu həyəcanla yaşayan bir valideynə Könül xanım, səhv etmirəmsə belə oldu da, Könül Əliyeva. İstəyirəm ki, biraz bölüşəsiz. Baxın, Rusiyanı seçdiniz. Övladınız neçənci kursdadır artıq? Artıq 2-ci kursa keçir. Bəli, düz o zaman qeyd etmişəm. Bəli, 2 ildir. ikinci kursa Birdən-birə necə oldu ki, məsələn, sırf istədiniz ki, övladınızı xaricə və yaxud da ki, SLT-yə həvalə edəsiniz? SLT-yə, belə deyim, keçən il bu vaxtda söz vaxtında çəkər, mənim oğlum bal biraz az oldu və istədiyi fakültədə logistika fakültəsini, yəni əvvəldən onun nəzərində oydu ki, mən o logistikanı seçmək istəyirəm. Yəni istədiyi fakültədə ixtisasa düşə bilmədi və bizi yönləndirdilər, çox sağ olsun Roza xanıma. Bir valideyn kimi əvvəl çox tərəddüd eləyirdim xaricdə, necə olacaq, nətər olar, həm qiymət baxımından, həm sözün düzü, yəni biraz tərəddüd. İnanın sonra mən Roza xanımla biz getdik konsultasiya, tam təmənnasız, həm ixtisas seçimində, həm uşaqlara hər barədən psixoloji belə dəstək oldu onlara elə bu içlərində keçirdi, qorxunu azaltdı. Bir dostu da var idi, eyni sinif yoldaşı idilər. 2 uşaq getdi və bugün çox sevindirəm ki, mən bu Roza SLT Akademiya ilə tanışlığınız necə oldu? Çünki şirkətlər çoxdur. Yox, bizi yəni tanış etdilər. Bəli, məsləhətlə hansı uşaqlar ki getmişlər, artıq 2-ci, 3-cü kursdaydılar və biz onlardan məsləhət aldıq. Ən çox da nəyə görə SLT-ni seçdik? Ona görə ki, o 4 il müddətincə, yəni bizim bu 1-ci kurs müddətincə nə qədər ki, böyle ilk illərində bizim uşaqların nə qədər ki problemləri çıxıb, uşaqlar anaya yox, sırf Roza xanıma zəng edirlər. Biz artıq axşam bilirik ki, bugün gündüz hansısa problemlər həll olunub və uşaqlar direkt o ikinci anaları deyim onları. Yəni Roza xanım
xanım bunu tam təmənnasız, bunu mən yəni tam rahatlıqla deyirəm ki, tam təmənnasız bütün oradakı sənədləşmə işləridir, uşaqların o xarici dövlətdə qalmaqlarıdır. Yəni orada problemlər, müəyyən xırda problemlər də olsa çıxır. Yəni bunların hamısını Roza xanım hətta valideyni narahat eləmədən tam təmənnasız hamısını həll edir. Əla. Könül xanım, gəlin belə deyək də, bir valideyn olaraq da hisslərinizi bölüşən, indi məsələn o həyəcanı yaşayan valideynlərə də hər halda sizin dedikləriniz təsir eləyəcək. Deməli, ilk dəfə də övladınız ölkənin hüdudlarına kənara çıxırdı. Düzdürmü? Bəli, bəli. Nə həyəcan, ümumiyyətlə nə qorxu, nə narahatlıq sizi düşündürürdü o anlar? Belə deyim, hər bir sahədə qorxurdum, hər bir sahədə orada necə qalacaq, harda qalacaq. İnanın, bu şirkət... Nə çətinlər, məsələn, birinci ildən danışaq da. Mən belə deyərdim ki, heç bir çətinliyimiz olmadı. Heç qəti. Çox həyəcan keçirirdi, xeyr. Çünki sağ olsun Roza xanım, bir şirkət olaraq bizi o qədər yönləndirdilər. Qalacağımız yerdən... Harda qalır yeri gəlmişkən? Evdə tuturuq, məsələn, yataqxanası var. Çox üzr istəyirəm, müdaxilə eləyəcəm. Yataqxana var. Həmin universitetin yataqxanası var. Sadəcə olaraq Könül xanım, onların seçimindən asılıdır. Onlar mənzil tutdular, bəli, belə istədilər. Yəni onlar Roza xanım sağ olsun, orada da bizə istiqamət göstərdilər, evin tapılmasında. Yəni bütün o proseslərdə uşaqların orada qeydiyyatıdır falan. Yəni hamısını onların yəni biz Bakıda, Azərbaycanda oturub o işləri orada həll eləməyimiz yalan idi. Yəni Könül xanım, ümumiyyətlə davamiyyətlə nəzarət edə bilirdinizmi? Uşaqla ümumiyyətlə mütəmadi danışmaq imkanınız varmı? Bəli, hər gündə 10 dəfə danışırıq da, yəni bütün gün WhatsApp-la. Dərslər çox gözəl yüksək. Mən elə bilirdim ki, orada da biraz tərəddüd eləyirdim. Yəni sırf bütün yəni uşaq müəllimdən öncə dərsə girməlidir. Çox məsuliyyətlidir. Hansı universitetdir? Dövlət Aqrar Universitetdə Logistika fakültəsi. Rusiya? Bəli, bəli. Hansı şəhərdə? Stavropol şəhərində, bəli. Uşaqlar çox, yəni o qədər həvəsləniblər ki, təhsil də çox yüksək səviyyədə gedir. Yəni mənim gözləməyəcəyim səviyyədə uşaqlar həqiqətən çox həvəsləniblər. Hətta imtahanlara o qədər belə həvəslə hazırlaşırlar. Mən özüm belə bir valideyn kimi şokdayım ki, uşaq həvəslənib. Adaptasiya çətin oldu, yoxsa? Xeyr. Tez. Məsələn, necə buradan məsələn onlayn da təhsil var da, Roza xanım, düzdür? Bəli, onlayn təhsil də var, ancaq bunların ixtisası bəli. Məsələn, istəyir övladı, valideynlərin əksəriyyəti istəyir övladları əsl işlərinin mütəxəssisi olsunlar. Sadəcə olaraq diplom almasınlar. O valideynlərdən biri də mənəm. Könül xanım, mən sizə suallarımı ünvanlayacağam. Birazdan təbii ki danışacaqsınız bu haqda. Amma istəyirəm ki bir Aytaç xanımla da tanış olun. Aytaç xanım artıq abituriyentdir və imtahanlar geri qalıb. Yeri gəlmişkən nəticələrin necə idi imtahandan sonra? Çox sağ olun bir daha. Əvvəlcə onu demək istəyirəm ki, burada olmaq mənim üçün böyük bir qürurdur. Onu da demək istəyirəm ki, mən imtahanlarımda, yəni buraxılış imtahanı verdim. Bloka girmədim. Çünki artıq mənim hədəfim əvvəldən bəlli idi ki, mən xaricə gedəcəm. Dediyim kimi, mən atamın izi ilə gedirəm deyə artıq mənim bütün planlarım hazır idi. Atanız artıq... Bəli, atam Roza xanımın dəstəyi ilə 2014-cü ildə Rusiya Federasiyasında Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsinə qəbul oldu. Məzun olub oranın məzunu. Bəli. Artıq da öz ixtisası üzrə hüquqşünas vəzifəsində çox uğurla fəaliyyət göstərdi. Diplomunu da Azərbaycan Respublikasında ailəli olduğu bir halda da təsdiqlətdi. Yəni hər şey Roza xanımın sayəsində. 2014-cü ildə. Bəli. 2014-cü ildə qəbul olub, 2019-da məzun oldu. Mənim sayəmdə diplom təsdiqi odur ki, mən Səmirə xanım düzgün istiqamət verirəm. Sözsüz ki, özü gedib, özü o müsahibədə iştirak eləyib, özü o uğurları qazanıb. Bəli, ancaq sadəcə olaraq mən hər zaman yanlarında olub o düzgün istiqaməti vermişəm. Fikrini tamamla, sonra reklamlarımız olacaq. Bəli, yəni mən xaricdə təhsil almaq kimi mühüm və məsuliyyətli bir yolun astanasındayam ki, bu yolda doğru insanlara güvənmək, doğru addımlar atmaq çox əsas önəmlidir. Müəyyənləşdirmisən hansı şəhər, hansı universitet olacaq? Bəli, mən də tamamilə atamın oxuduğu universitet Stavropolda, Rusiya Federasiyasında, Stavropol şəhəri Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsi. İnşallah. Uğurlar sənə o zaman. Nəticələri gəlib Roza xanım? Bəli, çox uğurla, çox uğurla. Təbrik eləyirik o zaman. Sən tələbəsən artıq. Çox sağ olun. Nə gözəl, sevindik həqiqətən. Uğurların bol olsun. Birazdan davam etdirəcəyik sizlə də Aytaç xanım söhbətimizi. Amma indi reklamlarımız var. Bu arada baxın, Aytaç xanım kimi tələbə olmaq istəyənlər, artıq bu adı qazanmaq istəyənlər, vaxt itirmədən əlaqə saxlayın. Hal-hazırda SLC Akademiya və bu qəbullar sizin üçün də tez bir zamanda reallaşsın. Bunun üçün 2 nömrə deyəcəm, aramla deyəcəm. Roza xanım, aramla deyəcəm. Həmişə deyir Roza xanım ki, Səmirə xanım qeyd etməyə çatdıra bilmirlər. Yaxşı, deyirəm aramla. 051 789 64
34 nömrəsini yığmalısınız. Zəng etməlisiniz, daha doğrusu 050 479 85-58 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Amma bir zəng edərkən də radiodan eşitdiyinizi desəz, buna görə də mən sevinmiş olaram. Qayıdacağıq. Təhsildə bu